Səhər tezdən oyanarkən bəlkə də bir çox insan ilk hərəkəti əlinə telefonu alıb saatlarca videoları izləməkdir və bir çox insan bunu normal hesab edir. Amma mənə görə bu heç də normal bir şey deyil. Bu əslində sizi yerində tutmağa çalışan bir tələ kimidir. Çünki bu sosial medialar sizi yerinizdə tutmaq üçün, hədəflərinizi unutmanız üçün yaranmış bir vasitədir. Əslində bu sosial media təkcə bunun üçün yaranmayıb. Bu sosial medianın əslində həm faydalı cəhətdən, həm də zərərli cəhətdən istifadə etmək mümkündür. Amma bir çox insan bu sosial mediada videoları izləyərək vaxtını boşa sərf edir və o sevinclə qurduğu xəyallardan bir addım daha da uzaqlaşmış olur. Amma mənim kimi düşünən insanlar bu sosial mediadan düzgün istifadə edərək hədəflərinə bir addım daha da yaxınlaşmış olurlar. Və mən sizə bu gün sosial medianın zərərləri və faydaları haqqında danışmış olacağam. Ümid edirəm ki, bu video digər videolar kimi sizin üçün faydalı bir video olmuş olar. Yəni dediyim kimi, bir çox insan səhər tezdən oyanarkən ilk etdiyi hərəkət əlinə telefonu alıb sosial mediada videoları izləmək olur. Və bu əslində sizi hədəflərinizdən uzaqlaşdıran ən böyük tələlərdən biridir. Çünki bir insan səhər tezdən oyanarkən əlinə telefonu alıb sosial mediada bir dənə maraqlı videonu izlədikdən sonra beyni ona daha çox videolar izləməyə sövq eləyir və bunun nəticəsində insan hər videonu izlədikdən sonra içindəki o potensialı azaltmış olur. Çünki bir insan səhər tezdən oyanarkən hədəfləri üçün çalışmaq əvəzinə, yəni o içindəki gücü hədəflərinə çalışmaq üçün yönləndirmək əvəzinə sadəcə sosial mediada videoları sürüşdürməyə yönləndirir və bunun nəticəsində insanın içindəki o səhər enerjisi yavaş-yavaş azalmağa başlayır. Mənim əvvəlki videoda dediyim kimi, əgər ki sizin hədəfiniz varsa, sosial medianın düzgün istifadə etmək yollarını da bilmiş olacaqsınız. Çünki siz sosial mediada nə qədər çox vaxt keçirirsinizsə, o reallaşdırmaq istəyəcəyiniz hədəflərdən bir o qədər də çox uzaqlaşmış olursunuz. Ona görə də sizin elə biləcəyiniz ən gözəl şeylərdən biri sosial mediada az vaxt keçirmək, amma sərfəli bir vaxt keçirmək olacaqdır. Və bu da bir reallıqdır ki, sosial medianın zərərləri faydalarından qat-qat çoxdur. Çünki bir insan sosial mediada çox vaxt keçirərkən reallaşdırmaq istəyəcəyi hədəflərdən uzaqlaşır, vaxtını boş yerə sərf etmiş olur, enerjisini boşa xərcləmiş olur və ən əsası da rahatlıq zonasına düçar olaraq çox çalışmaq istəyini öldürmüş olur. Çünki bir insan həqiqətən də sosial mediada vaxt keçirərkən çox çalışmaq istəyi də yavaş-yavaş azalmış olur. Çünki o rahatlığa düçar olur və demək olar ki, çalışmaq istəmir. Çünki beyni ona hələ də bir çox videoları izləməyə yönləndirmiş olur və bu da bir insan üçün ən böyük tələlərdən biridir. Və sizə bir şey də demək istəyirəm ki, bir çox insan sosial mediada vaxt keçirərkən əslində çalışmaq lazım olduğunu düşünür, amma beyni ona hələ də biraz daha da çox vaxtın var deyə söyləyib, bu insanı aldatmış olur və nəticədə o insan hər videonu izlədikdə beyni ona biraz daha çox videolar izləməyə yönləndirmiş olur və bu saatlarca davam edir. Və bu da bir insan üçün həqiqətən də hədəflərini reallaşdırmaq üçün qarşısında ən böyük çətinliklərdən biridir. Və bunu keçmək üçün isə, yəni bu çətinliyi atlamaq üçün isə bir insan elə biləcək ən gözəl şeylərdən biri ya sosial medianı silmək, ya da o sosial mediaya limit qoyub hədəfləri üçün daha çox vaxt qazanmaqdır. Mən sizə sosial medialara zərərlərini 3-4 dənəsini danışmış oldum. Və indi isə mən sizə sosial medianın faydalarından danışmış olacağam. Və onu da qeyd etmək istəyirəm ki, sosial medianın faydaları az olsa da bir insanın düşüncə tərzini dəyişəcək bir gücə sahibdir. Və icazənizlə mən sizə indi sosial medianın faydalarından danışmış olacağam. İndi təsəvvür etmənizi istəyirəm ki, bir insan pis vərdişlərə sahibdir və bir gün sosial mediada vaxt keçirərkən qarşısına onu həyatında
qarşısına hədəf qoyacaq motivasiya postları görür və yaxud da videoları görür və bunun nəticəsində insan o postlara daha da maraqlanaraq, həmin o postlardan oxşar digər postlara baxaraq və yaxud da videolara baxaraq qarşısına hədəf qoymağa çalışır və bunun nəticəsində insan həm motivasiyasını artırmış olur, həm də qarşısına hədəf qoyub onun üçün hər gün çalışmağa dair yeni araşdırmaları tapmış olur. Və yaxud da əgər ki, bir insan qarşısına hədəf qoyubsa, işini asanlaşdırmaq üçün ağlında cavabsız sualları sosial mediada maraqlı videolara baxaraq, yəni o sahəyə uyğun videolara baxaraq ağlında cavabsız suallara qarşı cavabları tapmış olacaq və bunun nəticəsində insan həqiqətən də hədəflərini irəliləyən yolda işini asanlaşdırmış olacaq, həm də motivasiyasını da artırmış olacaq. Yəni sizin gördüyünüz kimi sosial medianın zərərləri olduğu kimi faydaları da vardır. Amma bir çox insan bu sosial mediadan faydalı istifadə etmək əvəzinə zərərli şəkildə istifadə edir və bunun nəticəsində hədəflərini irəliləmək əvəzinə hədəflərindən bir addım daha da uzaqlaşmış olur. Və ümid edirəm ki, bu videomda sizin üçün motivasiyalı bir video olmuş oldu və ümid edirəm ki, siz bu videodan nəticə çıxararaq sosial mediadan az səmərəli bir vaxt keçirmiş olacaqsınız və hədəfləriniz üçün lazım olan motivasiyanı yığıb hər gün çalışmış olacaqsınız. Sağ olun, özünüzə yaxşı baxın. Gələcək videoları görüşmək ümidi ilə.